Mərkəzi Gömrük Hospitalının həkim sonoloqu Günay Əhmədova. Mən sizə daha çox bizə ünvanlanan suallardan birini də aydınlıq gətirmək istəyərdim. Xəstələrin daha çox bizə ünvanladığı sualların içində biri mammoqrafiyanın yerinə UZI-yə keçsək olarmı və ya UZI mammoqrafiyanı əvəz edə bilərmi və ya mammoqrafiya çox ağrılı müayinə metodudur. Biz bunu ultrasəslə əvəz edə bilərikmi? Bu suallara açıqlıq gətirmək istəyərdim. Mammoqrafiya və UZI burada UZI-də yaş məhdudiyyətimiz olmur. Uşaqlar ergənlik yaş dönəmində 13-14 yaş və ya hətta körpə yaşlarda uşaqlarda süd vəzində ələ gələn şişliklər olanda oğlan və ya qız fərq etməz. Oğlanlarda ginekamastiya şikayətləri ilə daha çox bizə müraciət olunur. Biz burada yaş məhdudiyyəti qeyd etmirik. Qeyd olunan patologiyaları aşkarlayıb və göndərən həkimə geri yönləndiririk. Ancaq qadınlarda süd vəzi UZI-si mammoqrafiyanı əvəz edə bilərmi sualının cavabını kəsinliklə yox deyirəm. Biz artıq bilirik ki, əvvəllər 40 yaşından sonra ultrasəs müayinəsi və mammoqrafiya müayinəsinə keçməyi zərurət bilirdilərsə, artıq ultrasəs müayinəsinə yaş məhdudiyyəti qoyulmadı. Mammoqrafiyadan keçmə yaşını da 35 yaşına qədər endirdilər. Yəni profilaktik mammoqrafiyadan söhbət gedir. Əgər ultrasəs müayinəsində xəstədə hər hansı bir patoloji dəyişiklik, yəni onkoloji şübhə aşkarlanarsa, burada artıq biz xəstəni mammoqrafiya müayinəsinə göndərməyimiz məcburi olur. Bu da 3-cü etapda, yəni trukat biopsiyası və ya hər hansı bir, yəni histopatoloji verifikasiya edəcəyiksə, xəstədən biopsiya edib material alacaqsa, ikincili müayinəmiz mütləq olur. Burada seçim çox gənc yaşlarda məmə MRT-si də ola bilər. Burada kontrastlı süd vəzi MRT-sini həyata keçirdirik. Burada MRT ilə mammoqrafiyada seçim etməyimizdə nüans nə ola bilər? Orta xəttdə olan törəmələr adətən mammoqrafiyada olan proyeksiyalara düşməyə bilər, amma məmə MR-da, yəni MRT-sində isə döş qəfəsi toxumaları, bütün qol altı toxumaları dərin plana qədər bu müayinədə açıq-aşkar müayinə olunur. Mammoqrafiya UZI-ni əvəz edə bilməz, MRT mammoqrafiyanı əvəz edə bilməz. Hər bir müayinənin öz yerində dəyərləndirdiyi nüanslar var. Vaxtında bu müayinələrdən keçmək və xəstəlikləri vaxtında aşkar etmək lazımdır.